Azərbaycanda broiler fabriklərindən birində toyuqların iynə ilə şişirilməsi görüntüsü necə deyərlər, broiler toyuğunun bazarını öldürüb. Bəzi vətəndaşlar təşvişə düşərək broiler toyuğundan imtina edərək kənd toyuğu alırlar. Quba və Xaçmaz bazarlarında kənd toyuğunun qiyməti bahalaşıb. Bəli, o videonu mən də izləmişəm. Yəni doğrudan da insana pis təsir eləyir. O videonun yayılmasıyla kənd toyuqlarının qiymətində artım var. Əvvəl məsələn hardasa 6 manat, 7 manata biz kənd toyuğunu alırdıqsa, indi hardasa 9-10 manata kimi qiymətdə artım var. Əvvəllər kənd toyuqları 8 manata satılırsa, artıq 10 manata qədər qaldırılıb. Bu da əsasən də bundan sonra kənd toyuqlarına tələbat yaranıb da bu rolikdən sonra. Hazırda kənd toyuqlarının qiymətində 2-3 manat artım müşahidə olunur. Satıcılar da bahalaşmanın səbəbini tələbatın çoxluğu ilə əlaqələndirirlər. Əsasən, belə deyək ki, tələbat çoxdur, əsas tələbat. Bir də ki, o satışda, yəni tələbat çox olduğuna görə satış yerlərində qaldırırlar qiyməti. Mütəxəssislər bildirir ki, kəndlərdə təbii yolla yetişdirilən toyuqlar minimum 16 həftəyə böyüyür. Broiler fabriklərində isə böyümə prosesi cəmi 3 həftəyə baş verir. Bunda isə insan sağlamlığı üçün təhlükəli olan kimyəvi maddələrin böyük rolu var. Otla, təbii qidalarla bəslənən toyuqlar isə həm dadlı, həm də orqanizm üçün zərərsiz olur. Elə paytaxtda bu görüntüləri izləyən vətəndaşların broiler toyuqları haqqında fikirlərini birmənalı olaraq dəyişib. Mən bilirəm ki, orada hardasa hormonal preparatlar vurulur, ona görə də istifadə eləmirəm. Düz o evdə oğlumla həyat yoldaşım xoşlamır, amma mən xoş gördüm. Ondan sonra vəbşə diksindim. Alırıq da, hələ ki almamışıq ondan sonra, onu görən, o verilişi görəndən sonra. Almamışıq, amma təhlükəsi nə qədər təhlükəlidir, hələ tam dəqiq bilinmir. Xəstəlik eləncilər yayırlar da. Onu öz buraxmaq, satmaqdan satmamaq yaxşı. Yeməkdən heç az qalarım, onu mən yemərəm. Təbii məhsullarda bir ay, 2 aya heç bir toyuq elə o boyda olmaz. 2 kilo, 1 kilo yarım. Adi kənd həyatında bir toyuq üçün 3 ay, 4 ay, 5 ay bir toyuq 1 kilo, kilo yarımı ancaq əmələ gəlir. O dərmanlar vasitəsilə ancaq elə əmələ gəlir onlar.